Gedirik Hacıkənddə mənim anamın doğum gününü keçirtməyə. Mamam mənə deyir ki, gözlərim vampirə oxşuyur. Bu nə əndrabadi pozalar, hərəkət. Babamız qısqanır nənəsini də qoymur onu YouTube'a qoyaq. Yo, bir o prosta düt eləyib qoyacaq. Nənəm söyüş-söydü. Hamısı mənə ignor elədi. Bir də mənə baxış poza atmadılar. Sənə nə deyir Yaşar? Yaşar mənə nə deyirdi? İngilis dilində. Baxıb, Loyalty. she's your loyalty. Oba. Həm bəyənmir, həm də sonra deyir, ver baxım. Baba nənəmizi rəqsə qaldırıb və orada çox bomba akrobatik hərəkətlər. I don't understand that. Video çəkmək istəyirəm. İtim bayaqdan da hürüb susmaq deyə çəkə bilmirəm. Demək, mənim bugün anamın, əslində bugün ad günü deyil, dünən idi ad günü. Sadəcə dünən hava şəraitinə görə, onun istədiyi kimi Hacıkəndə gedib keçirdə bilmədiyimizə görə bugün hazırlaşmışıq. Gedirik Hacıkənddə mənim anamın doğum gününü keçirtməyə. Bu arada mamamın mənim makyajımdan xoşu gəlmədi. Dedi ki, pomadamı ya rümenimi tündləşdirim, amma mən xoşladım deyə biraz pomadamı onun xətrinə tündləşdirdim, amma rümenimə toxunmadım. Sizcə necədir? Canan televizyon altısı değil mi Yaşar? Yox, videoda demişəm ki, dünən idi ad günü. Artıq ikinci gündür ki anlamını yaşam. Mamam mənə deyir ki, gözlərim vampirə oxşuyur. Hələ gözümün üstündəki yaranda pişiyim eləyib. Bella xanım. Bu da gördüyünüz üzrə mənim outfitim. Əslində burada ancaq kurtka görünür, o da heç tam görünmür. Nəysə, məncə pis deyiləm. Salam aleyküm. Aha, bu mənim adaşım Sada xanımdır. Yəni istəyirsə Instagramını qeyd edeyim, onu da follow verin. Mənim nənəmin adı və soyadı mənimlə eyni olduğuna görə çox vaxt Instagramda dostlarım onun səhifəsini görəndə profil şəkli olmadığına görə elə bilirlər mənim səhifəmdir, follow falan atırlar. Nənəm də onlara follow atır. Yəni qarşılıqlı bir-birlərini izləyirlər və nənəmin mən olduğunu düşünərək. Anama pis danışma. Nənə video. Bu da Nika Hüseyin bacımız. Bu nə əndrabadi pozalar, hərəkətlər. Nigar YouTube'a qoyuram. Fonda bacımın möhtəşəm ifası. Her yerde mənə çəkilin konuşur. Babamız qısqanır nənəsini də qoymur onu YouTube'a qoyaq. Sadəcə babanın xəbəri olmayacaq, hə nənə? Gele gitsedim. Blokumuz estetik olmasa da Stradalический вид. Nənəm kimsə haqqında danışır. English very good. Nigar İngiliscə bacarıqlarını. Yo, bir o prosta düt eləyib qoyacaq. Nənəm söyüş-söydü. Baxın bir dənə, baxın bir dənə bura, baxın. Mən ignor eləyir. Hamısı mənə ignor elədi. Bir dənə mənə baxış poza atmadılar bir dənə çəkim. Bəli, və artıq yola hazırlaşırıq gördüyünüz üzrə. Ужас. Это садишкина, Что сədişkinə? Ничего, əsas dadı olsun. Bilirsən, mənim üçün görüntü önəmli deyil. Bacım mənimlə nənəmin arasında oturduğuna görə və biz nənəmlə adaş olduğumuza görə arzusudur. She's sadagat. Nigar YouTube'a qoyacağım, bunu hamısı fərqində Adı yadımdan çıxdı söz. Sənə nə deyir Yaşar? Yaşar mənə nə deyirdi? İngilis dilində. Baxıb. Loyalty. She's your loyalty. Yes, my English. Yeah, oh yeah. Sədaqət xanım. Hakimlikdə baxıb. Bu isə mənim atamdır. Dünyanın ən
karizmatik kişisi. Papa bir dənə bura baxış at, bir saniyəlik. Oba. Nigar sesini videodan kesəcəyimi bildiyinə görə küstü məndən. Niyə söhbət edeyim, qorxma, sessiz qoyacağım. 100%. Çatdıq. Yağmışla gelmiştik bu oraya. Sədaqət xanım, siz də baxın. Nene Rexela. Rəqs elə, nənə. Oba! Hər nənə! Baba qısqanclıqdan çatlayacaq. Görsən, mən hamı kimi deyiləm. Papa deyir. Nə? Чтобы ты свой белым закрыла. Papa говорит. Да. Ладно. So beautiful. Your English is so great. I know. I'm so smart. Yerə baxmıram deyə aşacağam indi. You are sister. Gentle and Yeah. Oh my god. Ne gülürsün? Ya Nigar İngiliscə danışır. Hi people. I don't understand Azerbaijanish. Azərbaycaniş. Ulduzu və mənim onu çəkməyimi çox da bəyənməyən Könül xanım. Həm bəyənmir, həm də sonra deyir, ver baxım, YouTube-dasan. Mən bayaq bura yıxıldım. Almanyada yaşayan yaxın dostum Yaşqa ilə zənglə danışırdım və söhbətə başım o qədər qarışdı ki, açdım bura, deşiyə düşdüm. Ona görə üstüm filan batdı. Hələ şəkil çəkdirməmişəm, onsa çox da bəzənməmişdim, yəni heç nə olmaz. Nika gəlməm, şəklimi çək. Şəklimi çəkməmək üçün dayı 50 dənə dialoq aparır orada, söhbətin dalınca söhbət. İndi hava qaralacaq. Нет, он тендер захотел. Зачем идти? Когда парень принесет, может искать. Он из-за машины пошел. Ну, кайнана саны натуральный. Каждый нет. Он там, ну, тендер пошел заказывать. Пускай заказывает, да, если что. Заказывает, да, надо. YouTube'a qoyacağım bu söhbətləri. Allah hakkı. Deyilmiş, papa həqiqətən də pendir götürmək üçün, pendir zakaz eləmək üçün taşıyıb gedir. Ay Allah, nənə real ne şokdayım səndən. Kalktı. Bir şey pошел тендер заказывать deyir. Nənə ilə getmişik deməli. Nənənin orada xoşu gəlmir cheesecake-dən. Aa, надо сказать. Başkalarına satmasınlar da. Bana güldüydü. Balığı geldi. Нет, что я? Желательно yaxınıcım. Özde yanmış düz oturmuşduq kassanın yanında. Bir yaxşılıq edirəm bisinə. Satıb pis olmasınlar da, atları pis çıxmır. Onsuz da biz onu yemədik. Onlar biləcəklər xoşumuz gəlmədi. Özde deyir ki, bunu neçə almısan? Gəlir birini ağardın. Düz kassanın yanında. Adam da orada tutuldu adam. Ölüb girdim yerə. Nə?
Biber ne runçu? Biber yiyir ama saçı biber. Hamın şordan xoşu gəlməyib. Şoru bəyənməyib, amma sirli bir şəkildə qab boşalıb. Başda danış, bir də video çəkirəm. Babanın sən necə rəqsə qaldırdığını, sənə necə fırlatdığını göstərirdim bayaq. Nənə, baba nənəmizi rəqsə qaldırıb və orada çox bomba akrobatik hərəkətlər. Hələ tost olaraq. Ya burçuluk elə danışma hekayələr. Ağılıyla bu boymayın. Bunu dedi. Bayaq özün göstərirdin əlindən necə fırlatdığını. Bir də göstər nə olar. Göster. Onu getdi. Gərək tutardım. Nənə pendiri kesmək üçün bıçaq axtardığını deyir, amma əslində bilirəm ki, mənim səsimi kesmək istəyir. Yox demədi. Молчание знак согласия. Bunu qoymayacağım. Qorxma, bunu qoymayacağım. Oynayırsan. Estağfurullah bilməyim mənim. Nənə o boyda üstümə şərətdir, amma o hissəni doğrudan videoya qoymadım. Kebab gec gəldiyinə görə nənə artıq söz soxur Mən afisantlara. doydum. Deyir ki, mən doydum уже всё. Deyir, şoxda verib Mən gedək. üstümdən sizə. Papa gəlsin, kurtkasını sən təklif eləsin, hə mama? Yox, öz tutqan var maşında, narahat olma. Sən güclü və azad qadınsan. Bəli. Feminist. Dəstəkləyirsən ürəyində. Yəni ürəyimdə dəstəklə cəmaatı bildirmə. Onda dəstək deyir ki o. Köstəkdir, köstək. Bəli, bəli. O qorxaqlıqdır. Yasın. Nənə, xoşbəxtsən? Balat minya. Mən, hə, çox. Özündə cəfətli olmağa baxdım. Baxın, hamısını nənə yeyəcək. Buyuram qabağıma. Cənnət həzzi bounty döyərək kababdır, kabab. Don't. Papa, sən bəyəndin, yoldaşımızın ifasını bəyəndiniz. I don't understand the unstandard. I don't understand the unstandard. Ebe. Qarışdırdım. Новый budaq angliskimi. İngiliscənin yeni budağı. Yaşarış English. And me, we are English very good. We are English. Üstüne. Krema özü nə istəyirsən deyə. Dəhşətli bir şeydir. Möhtəşəm. Nigar, Super. görürsüz, Nigar xanıma öz brendinizi göndərə bilərsiniz, belə reklam eləyəcək. Yəni super. İtlər belə yeyir. Uşası. Papa baxışları ilə kimsə söyür. Dostlarımız da gəlib. Biraz onlara nənəm yemək verdi. Bu da mənim yücə gönüllü nənəm. Hayal aldıkçına bak. Aslan bu toçma. Yarışa bak. Aslan mənim bacımın o vaxt xilas etdiyi bir şey var idi, ona oxşuyur. Onu deyirlər. Bəli, mən narahat olma. Birazdan burada 30 dənə olacaq ən az. Biraz İngiliscə danış. Серая, толстая. She don't Да, understand. вот ему тоже давай дай. Is don't understand. Yeah. Он уверен, She don't understand. надо туда совсем. Мой родной язык это английский. She doesn't. Şimdi da. Oh my god. Oh my god. My daddy English so very Abi onu əlində buluyur abi. Bizim ya. Ağır değil. Bana çok seviyorum. Yo, ne yiyorsan biraz şükür dolaşan toplam bu. Ay Allah necə счастливый oldum. Şimdi az bunları sıfırlıyor. Amma Nigar'a baxırlar. Gel, давай. Можно твою Павлову дадим? Давай. İndi sizə assistentlarım köməkliyi göstərəcək. Mama da assistant. Mənə əl çəkməndə heç də yoxdur. Hə, mamadır. Mama, Gəl, bunlar gəl. məndən yapışır. Qorxma, qorxma. Gəl. Help me, help. Ya, o patladı. Sağ ol ay pişik. Nənəmin verdiyi yeməklər. Artıq qaydırıq. Мне нравится. Ей не нравится то, как она выглядит. Sadaqət xanım, sözləriniz nədir bugün? Все, sağ olun, sağ olun. Все, хватит, садись.
Böyle bir şeyler. Какой закат красивый. Da. Yayçı, tsiqanıçka yubkaları zadı elə super. Çox möhtəşəmdir, ona görə özürlü sayın. Davay naоборот da, покажем. Покажем nabor. Okey. İndi mənim kommentariyalarda söyləyəcəklər ki, arada rus sözlər istifadə edirik. Bulutda. Pambıq kimi. Pambıq kimi bulutlar. Sağ olun. Sağ olun.